Mesela dövlət çevrilişi etmək istəyən bir şəxs Bəli. hansı sahələrdə adamları olmalıdır ki, bunu Mütləq, eləyər? mən sizə deyim, bu biz siz 2x2 dərsində siyasətlə məşğul olanlar üçün. Dövlət çevrilişi, baxın, ən asan nə idi? Prezidentin təyyarə versiyası da var da, bilirsiniz. Məsələn, bax, indi tam səmimi cavab verim mən. Mehdiyevi qoyaq qırağa, bu qərəzi bizim, mənim də qərəzimi, onun bizə düşmənçiliyini, bizim ona düşmənçiliyini qoyuruq qırağa da. Baxın, İlham Əliyevə bir şey olsaydı o təyyarə qəzasında və məsəl üçün Mehdiyev çıxıb desəydi ki, bəs mən ən təcrübəli siyasi xadiməm və hamı mənim ətrafımda birləşsin, dövlətçiliyə, dövlətimizə xidmət eləyək, cənab prezidentin tutaq ki, bu hadisəni törədənləri ifşa eləyək. Kim çıxacaq onun qarşı? Bağ evindən eləcə oturub desəydi. Prinsipdə həmin dövr üçün bu ittihamlar da olmadığını nəzərə alsaq, Və hansı nazir onun əlinin altından keçməyib? prinsipdə Düzdür, hansı bax bu dəqiqə vəzifədə olanlar, düzdür, məsələn, nazir olmayıb bunun vaxtında, amma nazirlikdən sonra şöbə müdiri olub. Mehdiyevin o dırnaq arası böyüklüyünü görüb, düzdür ya, yox. Yəni, var, başqa deyin ki, yox, bəy, məsələn, Mehdiyevlə paralel, yəni bu qədər müddətli dövlətdə olan, dövlətin o həssas sinirlərini, damarlarını bilən, o adamları şəxsən təqdim edən, şəxsən kolluqdan çıxardıb gətirən, yox, bir ikinci adam da var. Kim var? prinsipdə ağlıma hələ gəlmir. Mən nə bilirəm, Heydər Əliyevlə işləyib, İlham Əliyevlə işləyib. Təcrübəsi var. Düzdür, bax bu ən rahatı buydu. Nazirlikdə 20 il nazirlik olub da Mehdiyevlə dost olanlar var. Yəni bu var, media ayağı var, ictimai rəy yaratma. Siz bilirsiniz, məsələn, Media FM desən Mehdiyevin nəvəsiymiş. Bilmirəm. Radio Media FM. Sonra başqa bir media quruluşlar var imiş Müəyyən var idi. Media ayağı lazımdır. Maliyyə problemi yoxdur. Maliyyə sizdə, məndədir maliyyə problemi. Burada maliyyə problemi neydi? Elə o villasının istənilən bir otağını açanda orada Aylıq qaz pulusunun biraz qısa bəs. yəni də su pulu, qaz pulu vermirdi onları. Yəni hansısa çarpayısının altından çamadanın birini çıxartsa bəs eləyəcək. Media ayağı, güc strukturları, maliyyə və ictimai dəstək. İctimai dəstəkdə qədər çıxıb deyəcəkdi ki, mən uşaq pulu verəcəm. Məsəl üçün deyək, veteranların maaşını qaldıracam və veteranları məsələn 80 manat eləyəcəm, 200 manat. Düzdür ya, minimum yaxın 500 manat. İndi oturuşana qədər deməyi kimlər deyir ki, əsas oturuş. Düzdür ya, yox. Qazın limitlərini ləğv eləyəcəm, işığın qiymətini aşağı salacam, ictimai dəstək almaz. Nəsə salanda qalır. Təhsilatlarını pulsuz eləyəcəm. Nə düşdü? Vərdi də versən bir ildə uzaq başı elə ziyanı var. 2 milyard